Sual-cavab rubrikasına davam olaraq izləyicimizdən yeni bir sual. Mən CD-yə çox çətinliklə gedirəm. Bu problemin səbəbi nə ola bilər və müalicəsi mümkündür? Qısaca olaraq demək istəyirəm ki, CD-yə çətinliklə getmək, yəni sidik ifrazının zəifləməsi və gec başlaması bir neçə uroloji problemin əlaməti olur. Ən çox hansı hallarda rast gəlinir? Bu, prostat vəzninin böyüməsidir, sidik kanalının daralmasıdır, sidik yollarının infeksiyasıdır və sidik hissəsinin funksional pozğunluqları ola bilər. Bəzən bu şikayət tədricən inkişaf edir və xəstə uzun müddət buna öyrəşmiş kimi hiss edə bilər, lakin bu normal hal deyil. Vacib məqam odur ki, bu problem əksər hallarda müalicə oluna biləndir. Dəqiq səbəbi müəyyən etmək üçün müayinə, ultrasəs və lazım gələrsə əlavə laborator analizlər aparılmalıdır. Erkən diaqnostika düzgün müalicə planını seçmək üçün əsas şərtdir. Ona görə də bu gün şikayətlər varsa, vaxt itirmədən uroloqa müraciət etmək vacibdir. Sağlam qalın.